Əziz izləyicilərimiz, Gecə Radyosu bölümümüzün birinci bölümünə xoş gəlmisiniz. Bu bölümlərdə sizlərin göndərdiyi, başınıza gələn paranormal hadisələri danışacağıq. Əgər sizin də başınıza gələn paranormal hadisələri səsləndirməyimizi istəyirsinizsə, öz hekayənizi bizə göndərin. Məxfilik siyasətinə uyğun olaraq, hekayəni göndərən şəxsin adı və hadisənin yaşandığı yer gizli qalacaqdır. İndi isə keçək izləyicimizin başına gələn hadisədən danışmağa. Bu hadisə təxminən 2 il əvvəl baş verib. O vaxta qədər paranormal şeylərə heç vaxt inanmamışdım. Hətta belə mövzular açılanda hamıya gülürdüm. Amma o gecədən sonra fikrim tamamilə dəyişdi. Mən mühafizəçi kimi işləyirdim. İş yerim şəhərdən xeyli kənarda yerləşən, illər əvvəl bağlanmış bir mebel fabriki idi. Zavodun bir hissəsi ambar kimi istifadə olunurdu, qalan hissəsi isə tamamilə boş idi. Gecə növbəsində adətən tək olurdum. İlk bir neçə həftə hər şey normal idi. Sonra qəribə şeylər başladı. Hər gecə, dəqiq saat 03:17-də ikinci mərtəbədən sanki ağır, dəmir bir şey yerə düşürmüş kimi gürültü gəlirdi. İlk dəfə səsi eşidəndə əl fənərimi götürüb yuxarı qalxdım. Heç nə yox idi. Nə yerə düşmüş əşya, nə açıq pəncərə, nə də içəri girmiş biri. Kameralara baxdım. Heç nə. Ertəsi gecə yenə eyni saatda, eyni səs. Bu dəfə əvvəlcədən kameranı açmışdım ki, görüm nə baş verir. Saat 03:17 oldu. Səs gəldi. Amma kamerada heç nə görünmədi. Sanki gürültü kameranın eşitmədiyi, yalnız mənim eşitdiyim bir səs idi. Bir həftə belə davam etdi. Artıq həmin saat yaxınlaşanda özüm də narahat olurdum. Bir gecə qərara gəldim ki, səs gələn otaqda gözləyim. Saat 03:15. Tam sakitlik. 03:16. Ürəyimin döyüntüsünü eşidirdim. Sonra telefonum titrədi. Ekranda heç bir nömrə yox idi. Sadəcə naməlum yazılmışdı. Zəngi açmağa macal tapmamış telefon söndü. Elə həmin an arxamdan asta addım səsləri gəldi. Dönüb baxdım. Heç kim yox idi. Amma addımlar dayanmadı. Sanki görünməyən biri yavaş-yavaş mənə yaxınlaşırdı. Qaçmaq istədim. Ayaqlarım sanki yerə yapışmışdı. Sonra qulağımın dibində çox zəif bir kişi səsi eşitdim. Arxaya baxma. Mən artıq arxaya baxmışdım. O an otağın o biri başında, qaranlığın içində hündür bir insan silueti gördüm. Üzü görünmürdü. Sadəcə dayanmışdı, tərpənmirdi. Bir neçə saniyə bir-birimizə baxdıq. Sonra zavodun bütün işıqları eyni anda söndü. Əl fənərimi yandıranda otaq boş idi. Heç kim yox idi. Səhər növbəni təhvil verəndə bu barədə yaşlı bir işçiyə danışdım. Üzümə qəribə baxdı. Sonra dedi: "Burada səndən əvvəl işləyən 3 mühafizəçi də eyni saatı deyirdi." Mən güldüm. O isə cibindən köhnə bir qəzet parçası çıxardı. Xəbərdə yazılmışdı ki, illər əvvəl həmin zavodda gecə növbəsində çalışan bir fəhlə 2-ci mərtəbədən yıxılaraq məhz 03:17-də həyatını itirib. O gündən sonra bir daha gecə növbəsinə çıxmadım. Ən qəribəsi isə budur. Bu hadisədən aylar sonra köhnə telefonumu satmaq istəyəndə qalereyada heç vaxt çəkmədiyim bir şəkil tapdım. Şəkil həmin zavodun 2-ci mərtəbəsində çəkilmişdi. Kadrın ən sonunda isə qaranlığın içində dayanmış uzun boylu bir siluet görünürdü. Mən o şəkli nə vaxt çəkdiyimi bu günə qədər xatırlamıram.